feel like I'm losing my mind. Is everybody in the world blind? Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Şəhərin ən premium ərazilərindən birindən salamlayırıq sizi. Port Bakunun yanında Üzeyir Hacıbəyli küçəsi, Dənizkənarı Milli Parka 200 dəqiqəlik piyada məsafə, Azinkonun binaları kimi tanınan binada 235 kvadrat ölçülü, tam 4 otaqlı, lüks təmirli və olduqca da ideal proyektdə olan bir mənzil təqdim edəcəyik sizə. Xol hissənin və koridorun genişliyini görürsünüz. Ümumi texniki yerləşməni izah edeyim sizə. Mənzilimiz 22 mərtəbəli binanın 17-ci mərtəbəsində yerləşir, düz Port Bakunun yanında və 235 kvadrat ölçüdədir. Qanuni 4 otaqlı mənzildir. Giriş qapımızı görməkdəsiniz. Giriş qapısından girdikdə solda belə bir tam boy faskalı güzgülərdən əla dresuar düzəldilib. Burada qardirob möbülü var. Üçlü qapıdan MDF boyadan istifadə edilib. Burada mənzilin qonaq sanuzeli yerləşir. Daha sonra burada mətbəxi yerləşir. Daxilində çamaşır və texniki otaqlar birlikdə. Burada böyük ölçülü, təxminən bir 50 kvadratlıq, hətta daha böyük bir qonaq otağı yerləşir. Daha sonra davam edirəm koridorla. Burada ümumi sanuzel. Daha sonra bir yataq otağı, ikinci yataq otağı burada. Sol küncdə, başda isə əsas yataq otağı, master bedroom, daxilində ayrıcı olaraq sanuzellə. Bu mənzilin bir üstünlüyü də mənzilin bütün otaqlarından balkona çıxışın olmasıdır. Bunları da göstərməyə çalışacağım sizə. Mətbəxdən başlayıram. Döşəmə, koridor və mətbəx boyu qranit döşəmədən istifadə edilib və lazer kəsim qranitlər də gördüyünüz kimi əla teksturası var. Mətbəxdə texniki otaq olduğunu vurğulamışdım və burada boş markalı paltaryan və boş markalı paltar qurudan quraşdırılıb. Əlavə olaraq saxlanış yerləri var. Yəni buranı belə mebellərini MDF boyayla işləyiblər və kollektor sistemi də burada yerləşdirilib. Əlavə olaraq bir qutu mebeldən gizlədilib orada. Tam boy bir mətbəx mebeli yerləşdirilib. MDF boyadır bu da. Gördüyünüz kimi kifayət qədər böyük ölçülü bu mənzilə yaraşan bir mətbəx mebelidir və ikili soyuducudan istifadə edilib. Gizli soyuducular quraşdırılıb. Penal hissənin sol və sağında bir soyuducu burada, alt hissəsi də dondurucudur. Həmçinin eyni şey penalın sağ və solunda da var. Alt hissəsi dondurucu və penal hissədə boş markalı mikrovalnovka və boş markalı elektrik sobası yerləşdirilib. Davam edirik mətbəx mebelinin iş hissəsi ilə. Burada ikili moykadan və karyandan, üzəri və sinəli karyanlar işlənib və beşli bir qaz sobasından istifadə edilib. Keramika bir qaz və gizli aspirator yerləşdirilib. Mətbəxdən də balkona çıxış var. Bütün otaqlarda Mitsubishi markalı kondisionerlər quraşdırılıb. Elektrik sistemi, elektrik qutuları orijinal İtaliya istehsalı Cevis'dir. Otaq qapıları kifayət qədər bahalı və yığılma qapılardır. Mənzilə baxış keçdiyiniz zaman ətraflı məlumat verəcək sizə və belə bir kvadrat ölçüyə yaxın bir qonaq otağı ümumi uzunluq nisbəti olduqca idealdır. Pəncərə önünə həm vitraj, həm yarım vitraj pəncərələr var. Pəncərə önünə rahatlıqla bir 20 nəfərlik belə yemək masası çox rahat yerləşdirə bilərsiniz. Videoda bəlkə də bunu görə bilmirsiniz. Yəni baxış keçdiyiniz zaman şahid olacaqsınız. Böyük ölçülü bir Mitsubishi kondisioner quraşdırılıb. Tavan işıqlamada maqnetik reyslərdən və mərkəz düsturdan, divarda isə bura işıqlandırmalardan istifadə edilib. Neoklasik tərzi var. Növbə ilə davam edirəm otaqları, koridor boyu necə paylanıbsa elə də göstərirəm sizə. Qonaq sanuzeli. Burada bir sanuzel var. Kiçik ölçülü sanuzeldir, amma gözəl moydadırı, güzgüsü, hər şeyi tam əşya planlaması həyata keçirilib. Sanuzel aksesuarları bütün sanuzellərdə şahid olacaqsınız. Hansgrohe markalı sanuzel aksesuarlarından istifadə edilib. Burada mənzilin ümumi sanuzeli yerləşir, böyük ölçülü və burada vanna yerləşdirilib. Belə bir akrilik vanna, böyük ölçülü bir moydadır, gördüyünüz kimi. Və suçurka yerləşiminə qədər unitaz yerləşimi isə sol hissədə həyata keçirilib. Üzərində nişa və qapalı saxlanış yerləri var. Davam eləyək yataq otaqları ilə. 3 böyük ölçülü yataq otağı və hər üçündə əşya planlaması həyata keçirilib. Böyük ölçülü yatağın yerləşimi burada nəzərə alınıb. Bu tərəfdə make-up davam elətdirə bilərsiniz. TV yerləşimi burada. Buradan isə yazı masası və yaxud qardirob mebeli sizə balaca gələrsə, onun davamını qoya bilərsiniz. Eni kifayət qədər təxminən 3.80 enində bir rahatlıqla bir yataq otağı var. Bu otaqdan da yenə balkona çıxış var. Kondisioner quraşımı, 3 böyük qapılı bir tam boy gömmə bir qardirob.
Hər şey həyata keçirilib. Hündürlüyünə görürsüz, 350 hündürlük var burada. Və bu ikinci yataq otağı mənzilin. Bura daha genişdir. Az öncə gördüyünüz demək olar ki, ən kiçik ölçülü yataq otağıdır. Və buranın da genişliyini görürsüz. Şponla qarcırov mebeli, 4 qapılı böyük ölçülü. Və burada da əşya planlaması, yataq yerləşimi burada nəzərə alınıb. Olduqca işıqlı yataq otağıdır bu. Və son olaraq mənzilin əsas yataq otağı master bedroom. Təqdim edirəm sizə, ən böyük ölçülü balkon buradadır. Digər otaqlardan da balkona çıxışlar var. Lakin ən böyük balkon buradadır və buradan da bütün otaqlardan qarşısı açıqdır. Gün düşən və qışa panoramalı mənzildir. Və davam edirik. Burada da yenə yataq yerləşimi burada nəzərə alınıb və ayrıcı olaraq buranın həm qarcırov otağı, həm də sanuzeli var. Buranı göstərim sizə. Böyük ölçülü qarcırov otağı, uzunluğuna baxın buranın. Sol və sağ istiqamətdə 6 qapılı bir, ümumilikdə 12 qapılı qarcırov mebelləri var. Şüşə qapaqlardan və daxili işıqlanmadan ideal istifadə olunub. Olduqca gözəl göstərir buranı. İndi isə sanuzelini təqdim edeyim sizə. Sanuzeldə də burada xrom aksesuarlara üstünlük verilib. Böyük ölçülü duş kabin, unitaz yerləşimi, yenə üzərində nişa və saxlanış yeri. Təxminən 1.60-lıq, hətta 1.80-lıq bir böyük ölçülü moydadır. Gizli işıqlı gözlüklər. Belə mənzili demək olar ki, tam olaraq təqdim etməyə çalışdım sizə. Şəhərin mərkəz hissəsi Üzeyir Hacıbəyli küçəsi, Port Bakının düz yanı, 22 mərtəbəli binanın 17-ci mərtəbəsi 235 kvadrat ölçülü premium bir mənzil təqdim edirdik. Bugün sizə mənzilimizə start olaraq təyin edilən qiymət 1.600.000 manatdır. Real alıcılara indirim nəzərdə tutulur təbii ki. Mənzil haqqında bizdən bu qədər. Biz izlədiyiniz üçün təşəkkür edirik. Arzuladığınız mənzillərə sahib olmanız diləyilə, hörmətlə, reklam. Everybody in the world blind. Please, Lord, give me a sign, a sign. Yeah, there's no mercy in this world, just hunger, thirsty persons.